Düz işığa baxın zəhmət olmasa. Gözünüzü yayındırmayın işıqdan. Gözünüzdə çəplik varmı, yoxmu? Onu yoxlayıram. Bəli, çəplik bucağınız var. Sizin botoksa ehtiyacınız var. Bəhs etdiyim botoks kosmetoloji botoks deyildir. Məhz çəp gözlüyün müalicəsində istifadə olunan botoksdur. Gəlin sizə botoksun tarixçəsindən danışım. İlk dəfə olaraq 1970-ci ildə Alan Scott, Amerikalı alim, oftalmoloq, çəp gözlük sahəsində bu üsulun tətbiq oluna biləcəyinə dair fikirlər gəlir beyninə və beləliklə ilk dəfə olaraq insanlarda deyil, təbii ki, meymunlarda məhz bu üsulu tətbiq edir və o meymunlarda gözün əzələsinə botoksu yeridərək artıq nail olur ki, həmin göz əzələsi zəifləyir. Və ona belə bir fikir ağlına gəlir ki, niyə də insanlarda bu üsulu tətbiq etməyək? Və 1980-ci ildən etibarən başlayır insanlarda, yəni çəp gözlüyü olan problemli pasientlərin gözlərində bu üsulu tətbiq etməyə və uğurlu nəticələr əldə edir. Və beləliklə də oftalmologiyada yeni bir dövr başlayır. Biz də artıq 5 ilə yaxın bir müddətdir ki, botoks üsulunu çəp gözlüyü müalicəsində uğurla tətbiq edirik və effektiv nəticələr əldə etmişik. Hər çəp gözlük hallarında botoks uyğun olmaya da bilər. Əgər pasient seçimi düzgündürsə, çox mükəmməl bir nəticə əldə edirik. Bəs sizin belə bir prosedurdan xəbəriniz var idimi? Şərhlərdə öz fikirlərinizi bildirərsiniz.